Darçın sevənlər bunu çox bəyənəcək. Türklərin məşhur köklü darçınlı kekini hazırladım. 3 ədəd yumurtaya 1 stəkan yarım şəkər tozu əlavə edib ağarana qədər qarışdıraq. Daha sonra 1 stəkan qatığa 1 çay qaşığının ucunda soda əlavə edib qabarmağa başlayanda əlavə edək. Bundan başqa bura yarım stəkan əridilmiş kərə yağı, daha yumşaq olması üçün yarım stəkan adi ilıq su və 2 çay qaşığı darçın əlavə edək. Onun üzərinə də qabartma tozu və vanilya əlavə edib qarışdıraq. Unu hissə-hissə əlavə edib qarışdırın. Mən ümumilikdə 3 stəkan un istifadə etdim. Son olaraq 2 ədəd orta boy sürtkəcdən keçirilmiş kökü də bura əlavə edib qarışdırırıq. Və öncədən yağladığımız qəlibi əlavə edib 180 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə ərzində bişiririk. Hazır olduqdan sonra soyumasını gözləyib qəlibdən çıxarırıq. Bundan sonra dilimləyib nuş edə bilərsiniz. Keks məncə böyükdən kiçiyə hamının sevdiyi desertdir. Mənə görə çayın yanına ən tez və asan hazırlana biləcəyi şirniyyatlardan biridir. Görün necə yumuşaq alındı. İşə, dərsə, uşaqları məktəb çantasına qoymaq üçün də idealdır. Siz necə mənim kimi darçınlı şirniyyatları sevirsiniz? Fikirlərinizi bölüşməyi unutmayın. Nuş olsun.